Hər kəs salam dostlar, kanalıma xoş gəldiniz. Deməli bu günlərim sizlər üçün saxta nömrə ilə WhatsApp necə açılır, onu sizə göstərəcəm. Bundan öncəki bir çox videolarımda başqa saytlar ilə açmışdım, proqram ilə yəni ki. Bu gün isə tam fərqli bir proqramla gəlmişəm. Proqramımızın adı budur. Girlis SMS, VAC SMS və 5 sim. Bildiyiniz yəni o qədər yaxşı işləmir. Normal qaydada işləyən hələ ki budur. Ancaq təbii ki də istədiyin ölkəni alamırsan. WhatsApp-ın üstünə gəlirik. Yəni burada göstərdiyiniz, məsəl üçün burada kod verən Taylanddır, İndoneziyadır, Laosdur, Filippindir. Sonra Ukraynada hər dəqiqə verir, bir də sən vermir. Və biz buradan düşürük aşağı. Buradan biz ilk öncə məsəl üçün Türkiyəni seçək görək. Bizə stok verəcəkmi? Gözləyirik. Stok vermədi, gördüyünüz kimi. Türkiyə vermədi. Başqa Azərbaycan da var, bir çox ölkələr var. Ukraynaya yoxlayaq. Ukrayna nömrə gəldi. Bir dənəsini yoxlayaq görək, verəcəkmi? Nömrəmizi yazırıq. Gördüyünüz kimi stok vermədi və başqa ölkə Taylandı yoxlayaq. Çünki ən çox nömrə verən ölkə odur. Tayland. Taylandın üzərinə tıklayırıq və gözləyirik. Tayland bir dənə nömrə gəldi. Kopyalayırıq. WhatsApp-ımıza keçirik. Və nömrəni daxil edirik. Kodumuz getdi. İndi isə keçək nömrə yerinə və yeniləyirik burada biz səhifəni kod gəlsin deyə. Gördüyünüz kimi kodumuz gəldi aşağıya. 664 337. Bunu kopyalayırıq. WhatsApp-a daxil oluruq. Və yapışdırırıq. Yapışdırdıq. Təsdiqləndi. Burada rastgele yazırıq və keçini vururuq. Nömrəmizi aldıq. Gördüyünüz kimi Tayland ölkə kodu ilədir. Videonun şərh bölməsində öz nömrəmi qoyacağam. Kimə fake nömrə lazım olsa, saxta WhatsApp nömrəsi, birbaşa linkə daxil olaraq mənimlə əlaqə saxlaya bilər. Videomuz bu qədər. Sağ olun, özünüzə yaxşı baxın.